Cəsur adamın qorxaq səsi ola bilməz. Bu səsi heç nə ilə aldatmaq olmaz. Səsin tonu aşağıdırsa, bu adam heç vaxt öz güvənli adam ola bilməz. Səsə hər kəs tabedir, çünki onun içində bir dalğa var, bir enerji var. İnsan səsini qəbul eləmirsə, deməli ümumiyyətlə özünü qəbul eləmir. Yəni mən indi danışıram. Siz mənim danışığımdan məni tanıyırsınız. İnsan da yanındakı adamlara görə səsini təyin edir. Nitq bizə fikirlərimizi gizlətmək üçün verilib. Biz ona görə bəzən xasiyyətimizi yaxşı edirik ki, hamı ilə yola gedək. Sevilmək istəyirik. Sevilmək istəyirik. Biraz da sevgi dilənçiliyidir. Mənim danışığımın içində hipnoz var. 3 saat da burada oturacaqsınız. Oturduğunuz yerdə nə oturacağınız, nə bədəniniz yorulmayacaq. Bizdə ən zəif müğənni, belə deyək də, alimdən yaxşı yaşayır. Niyə ulduzları çox vardır? Çünki onlar hissə müraciət edirlər, ona qədər pul qazanırlar. Sevgi qazandığınız, istənilən insanın ürəyində taxt qurursunuz.